şeytanın işi imanlarlandır. Şeytan nərə çəkən aslan kimi bir imanları əlinə keçirdir. O imanlar hansılar ki, bugün tövbə edirlər, sabah yenə öz yolları ilə gedirlər. Allaha vəd edirlər, söz verirlər, sabah yenə günahda yaşayırlar. O imanlara Allah müqəddəs kitabı vasitəsilə deyir, dayanın. Nə qədər gec deyil. Başqa yerdə isə, Matt İncilində isə yazılıb ki, natəmiz ruh, murdar ruh, insandan çıxdıqdan sonra gedir su olmayan yerlərdə gəzir. Və sonra qayıdır həmin evinə, yəni həmin qəlbə. Biz hamımız bilirik ki, biz tövbə eləyəndə, bizə İsa Məsihin qanı ürəklərimizə daxil olanda bizdən çirkli ruhlar qaçır. Çünki iblis Allahın oğlunun qanından qorxur. Və bu murdar ruh qaçır bizdən. İntihası bizdən pis ruhlar çıxandan sonra onlar gedirlər o yerlərə ki, haradakı Allah kəlamı söylənilmir. Susuz yerlər, haradakı Allahın ruhu yoxdur. Daha doğrusu o yerlərə haradakı dini ibadət var, amma Allahın müqəddəs ruhu yoxdur. Onlar oralarda gəzirlər və görürlər ki, orada olanların ürəyində, qəlbində artıq pis ruhlar yaşayır. İntihası həmən yerlərdə boş ruhlar olur. Onlar o ruhları da özləri ilə götürürlər, gəlirlər kimlə çıxıb o insanın yanına və onun evin boş görəndə, süpür təmiz görəndə və orada Allahın ruhun görməyəndə həmin ürəyə, qəlbə girirlər və həmin adamın axırı əvvəlinkindən üstünə düşür.